Qızı zorlayıb 7 aylıq hamilə buraxıb uşağı. Bəli, atalığı. İndi uşağı deyirlər harda qalsın. Ana tərəfi istəmir. Ata tərəfi istəmir. Demək 13 yaşlı qız, bir məktəbli, bir uşaq atalığından hamilə qalıb. Atalığının təcavüzü nəticəsində hamilə qalıb. Hamilə qalandan sonra nə atası, nə anası bu uşağa yaxın durmur. Yaxın durmurlar. Niyə? O uşağı ilə siz bədbəxt etməyibsizmi? Ata olsaydı, ana olsaydı, o uşaq təcavüzə məruz qalardımı? Siz eləyibsiz. Bədbəxt etdiyiniz övladınıza niyə yaxın durmursunuz? Bəs kim yaxın durmalıdır? Yaxın durmurlar, göndərsinlər Bakıya. Ya Mehriban xanımın, ya Kəmalə xanımın sığınacağına. Orada baxarlar. Bu cür fəlakətə uğramış, məhz valideynlərinin ucbatından başına bu cür fəlakət gəlmiş uşağa öz doğma atası, anası yaxın durmur. Niyə yaxın durmursunuz? Namusunuz götürmür. Məgər qızınız sizin namusunuz deyilmi? 1000 dəfə demişik. Ey analar, övladınız olan evə yad kişi gətirməyin. Övladınızı yad kişinin evinə aparmayın. Bunların sayı çoxdur. Hələ üzə çıxanlar budur. O qədər belə üzə çıxmamış hadisələr var ki, atalığı tərəfindən təcavüzə məruz qalmış qızlar. Bir kişi sizin övladınızdan daha mı vacibdir?